Selamünaleyküm. Bu alçanın toxumunu rəhmətli Cavadov Tofiq əminin həyətindən, Arifə nənədən halallığını almışam. Bu ağac artıq yoxdur. Bu mənim işlərimdir. Yəni, mən bağbanam, bunu adi bir şey sayıram özüm üçün. Hani sona kimi dinləyin, görün bələdiyyə mənə nələr deyir buna, bu şeylərə görə. 10 ildir bələdiyyədən torpaq sahəsi istəyirəm əkməyə. Əkin üçün. Onlar kimi zəbt eləmək üçün yox. Mənə cavabında nə deyir? Hərraca torpaq sahəsi çıxarılır. Eldarın zəbt elədiyi torpaq ərazisi hərraca çıxarılır. Deyirəm, mən hərracda iştirak eləməliyəm. Deyir ki, bir də o hərracın adını çəksən, sənin həyətindən artıq ərazi çıxarıb hərraca çıxararam, elə Eldara da sataram. Bu nəyə arxayın bunu deyir, mən bilmirəm. Yəni, görün nələrlə hədəliyirlər. Alça da rəhmətli Babayev Tarrələminin həyətinin alçasıdır. Bu xəndək ağaclar mənim hasarımın dibində özüm əkmişəm, özüm qulluq eləmişəm. Daim də təmizliyinə özüm baxırdım. Məni ağac budamağa görə cərimə elədilər. Bu təmizlədiyim yer. Buranı təmizləyəndə artıq məndən şikayət elədilər. Bu alça ağaclarıdır buradan ki, yel vurmasın, onlar korlanmasın. İndi bu xəndəklər qalır təmizlənməmiş, ağaclar da budanmamış. Bələdiyyəyə deyirəm, deyir özün elə, daha səndən heç kim şikayət eləməz. Baxın, bu ağacları nə budamışam, budamıram, xəndəyi də təmizləmirəm, heç kim də eləmir. Bu bələdiyyənin işidir, amma mən bunu eləyirdim. İndi bundan sonra da bu ağaclar daha da böyüyəcək. Bunların yaratdığı fəsadlara baxın. Baxın, o ağacların budanmamasının nəticəsi nədir? Baxın. Belə olur. Deməli, bələdiyyənin bizə elədiyi xainlik. Bəli, bu əsl insani xainlikdir. Bu, inkişafın qarşısını almaqdır. Bundan başqa bir söz yoxdur bu.